Sual belədir. Dövlət büdcəsinin əsas funksiyası aşağıdakılardan hansıdır? Sualı eşitdiniz qızlar? Sual nə idi? Birinci A bəndi. Şirkətlərə rəqabət məhdudlaşdırıcı strategiyalar hazırlamaq. B bəndi. İxracı birbaşa maliyyələşdirmək. C bəndi. Fərdi qənaət və əməliyyatları idarə etmək. D bəndi. Dövlətin iqtisadi və sosial siyasətinin maliyyə əsasını təşkil etmək. Vaxt gedir. Birinci hansı qrup? İndi də birinci bu qrup cavab verəcək. Nədir D bəndindən nə? Dövlətin iqtisadi və sosial siyasətinin maliyyə əsası. Yaxşı, sizin cavabınızı qəbul elədim. Nə? Deməli, sizin qrup fərdi qənaət əməliyyatlarını idarə etmək. Düzdür uşaqlar? Təəssüf ki, siz yenə uduzdunuz.